Yenə nə etmək istəyirsən? Kufə hakiminin qovulmaq hökmünü yazmaq istəyirəm. Nə vaxta qədər bu məktubları yazmaqla özünü aldadacaqsan? Niyə kəkliyi kimi başını qara soxub ətrafını görə bilmirsən, Ömər? Bugün Kufə cəmaatı Yezidlə tərəfdarlarına nifrət eləyir. Şimirlə dostlarına Kufə cəmaatı lənət yağdırır. Kufə uşaqları da hər gün sizin müqəvvanızı çubuqlara taxıb küçələri gəzərək şeir oxuyurlar. Əgər səndən Şimir kimlərin Zübeyir evladları yanında hörməti olsaydı, indi səni ev həbsinə məhkum eləməzdilər. Sən öz evində dustaqsan. Ömər, niyə mənə inanmaq istəmirsən? And olsun Allaha, Kufədən köçməkdən başqa çarəmiz qalmayıb. Cariyə, əgər tozlu tufan gəlsə belə mən Kufədən getməyəcəm. Vəssalam, istədiyin qədər deyin. Axmaq, 9 batman süd verən inəyə dönüb. Zəfər dolu süd badyasını bir təpi ilə dağıtdı. İbn Muti, hökumət möhrü qurumamış özünü Kufəyə yetir və bu məsələni bir dəfəlik həll elə. Allah eləsin, gec olmasın. Hə? Hələ yola düşməmiş artıq özünü itirmisən? Kufə qorxulu yer olduğu üçün nigaran olmağa haqqım var, əmir. Kufədə qılınc ilə siyasət bir yerdə olmasalar, əsla bacarmaq olmaz. Bəndəniz elə əvvəldən İbn Yezidin Kufəyə getməsinin əleyhinə idi. O siyasətdə çox ifrata varır. Xeyr, bu siyasət deyil. Bu, Ömər oğlunun qurduğu tələdir. O, siyasətlə məşğul olmadığını yazır. Amma özü bizim bəzi hakimlərimizlə məktublaşır. Məktub yazmış. Allahu Ekber, hökm vermiş. Və İbn Yezid kimi axmaq bir vali onun müridinə çevrilib. Onun hökmünü gözləri üstünə qoyur. Nifrət bu dərəcədə axmaqlığa, nifrət bu qədər səfehliyə. Bu axsaq yer kəsilməlidir. İbn Muti. Sən çox qədimdən muxtarla dostsan. Bu çox yaxşıdır. Onu özünə tərəf çəkməyə çalış. Sonra da bir hiylə və fəndlə Süleyman və ətrafının ardınca o dünyaya yola sal. Bir də Şimir və Ömərin də könlünü almağa çalış. Hər gün onların qasidlərinin Məkkəyə gəlməsini istəmirəm. Başlarını bir axura bağla. Amma elə ki, cəmaata ziyan dəyməsin.
Hoş gördük İbn Şürey. Halın necədir? Allah köməyiniz olsun. Siz necəsiz? Duaçı və minnətdarıq. Buralarda xeyr ola, Əbdürrəhman. Əgər qismət olsa, ümrə ziyarətinə gedirəm. Ümrə? Hə, Küfənin sizin kimi adlı sanlı insanlara ehtiyacı olan bir vaxtda? Vacib əməli qoyub müstəhəb əməlin dalınca niyə gedirsən? nə deyim, sözün düzü siyasəti vacib hesab eləyən sizlər üçün Küfə vacib təkliflərlə doludur. Amma əkin biçinlə məşğul olan bizləri bunlar maraqlandırmır. Nəyə gülürsən İbn Müti? Görünməkdə olan xoruzun quyruğuna. Seyirli xoruzun quyruğu hardadır ki? Küfənin yolu bu tərəfdəndir. Siz isə Mədinədən gəlirsiniz. Burada nə var ki? Ümrə savabı 2 qat olsun deyə Peyğəmbərin qəbrini ziyarətə getmişdim. Daha bunun arası gülməlidir. Bir dəfəlik de ki, siyasi məsləhətləşmək üçün Həzrəti Zeynəl Abidinin yanına getmişdin. Çox gözəl. Məsləhəti nə oldu? Tutaq ki, sən deyəndir. Səncə biz bununla şəriət qaydalarını pozmuşuq? Əsla, əsla. Çox düz iş görmüsən. Ümrədən sonra cənab Səccadın əmsinə də baş çəkməmiş olmazsınız. Eşitmişəm Zeynul Abidin Küfə məsələlərində onu özünə vəkil təyin eləmişdir. Bəs bilmək olar ki, sən bu Cahcəlalla hara gedirsən? Bu Cahcəlalla Küfəyə gedirəm. Küfə hakimi təyin edilmişəm. Bu, xəlifənin çiynimə qoyduğu ağır bir yükdür. Hə, deməli belə çıxır ki, İbn Yezid işi bacarmadı. Şübhəsiz tövbəkarları himayə eləməsi xəlifəyə xoş gəlməyib. Yox, Əbdürrəhman. Yox. Tövbəkarları himayə eləmək xəlifənin inancıdır. Çox qəribədir. Sən məndən də zarafatçılsan. Ruzigarın işlərinə gülməyim gəlir, İbn Şürey. Hakimlik hökmü mənə verilən zaman yadıma düşdü ki, bığlarını tüstüyə verəcəyim ilk insanlar arasında sən də varsan. Heyf. Yəqin ki, Məkkədə uzun müddət qalmaq fikrin yoxdur. Küfədə məndən də vacib o qədər işlərin olacaq ki, başın kifayət qədər qarışacaq İbn Müti. Mən də o vaxta qədər tam arxayınlıqla ziyarətimi eləyib, sənin gözünü yolda qoymamaq üçün geri dönəcəm. Gəl, səni gözləyəcəm. Lap yadımdan çıxmışdı, dostumuzdan nə xəbər? Əgər Allahı deyirsənsə, o nəzarət eləyir. Əgər şeytanı deyirsənsə, harda olduğunu məndən də yaxşı bilirsən. Özünü tülkülüyə vurma. Mənim və sənin Allah və şeytandan başqa bir dostumuz da var. Adı Əbu İshaq Muxtardır. Muxtar ya zindandadır, ya da meydanda. Amma eşitmişəm, İbn Yezid işini asanlaşdırmaq üçün Muxtarı zindana saldırıb. Muxtar meydanda olmalı vaxt zindanda, zindanda olmalı vaxt isə meydanda olur. Belə görürəm ki, çoxdandır Küfədən xəbərsizsən. İbn Yezid Muxtarı azad eləyib, özünü isə zindana salıb. Bu arada mən də vasitəçi oldum. Təqribən hardayıq, Əbu Yusif? Hardasa Ziqar yaxınlıqlarındayıq. Qorxulu səhradır. Təəccüb eləyirəm ki, Muxtar tək tənha bu səhradan necə sağ-salamat çıxıb? Cəsarətimə görə üzr istəyirəm. Muxtar insan deyil, əcinnədir.
Bəsrə ilə Küfənin yol ayrıcındayıq. Yaxşı, Ümmü Səlim. Ayrılıq vaxtıdır. Biz Bəsrədə qəribik, Abdullah. Kimsəni tanımırıq. Cənab Musəbə sizdən göz qulaq olmasını yazmışam ki, özünüzü qürbətdə hiss eləməyəsiz. Arxayın olun, Bəsrədə rahat əyləşin. Bəni Zübeyir dövlətinin bir çox nüfuzlu şəxsləri Bəsrədə yaşayır. Sizi orada yaxşı qarşılayacaqlar. Biz də Küfədə möhkəmlənəndən sonra sizi görməyə gələcəyik. Sən Küfəyə hakim təyin edilmisən. Niyə axı əhli əyalın Küfəyə qədər səndən gəlməsin? Mənim Küfə hakimi olmağım Muxtar kimi təhlükəli bir iddiaçını zərərsizləşdirməyimlə bağlıdır. Axı Muxtar sənin uşaqlıq dostundur. Bəli, bəli. Mən və Muxtar uşaqlıq dostu olsaq da, amma indi bir-birimizin rəqibi olmuşuq. Dostluq nə qədər yaxın olarsa, rəqabət də bir o qədər çətin və artıq olur. Hakim olduqda isə rəqabət döyüşə çevrilir. Gedin Ümmü Səlim, gedin. Dua elə ki, mənim Muxtarla olan dostluğum bir-birimizin qanına susamağı ilə yekunlaşmasın. Salamat gedin. Niye atılıp düşürsən İbn Müti? Çox narahat kürsüdür. Sən oturan zaman rahat idi? Yox, çox narahat idi. Ona görə də biz piyada, sənsə atlı oldum. Kürsündən müğayət ol İbn Müti. Narahatlığımın səbəbini bilirsənsə, niyə soruşursan? Əmin olmaq istədim ki, mənim qüsurum olmayıb. Bu kürsü öz-özlüyündə narahatdır. Onu cilovlamaq üçün sən sehr və cadu oxumalısan. Belədir. Əgər sehr və cadu ilə idarəçilik mümkün olsaydı, indi qoca qarılar qəribə övladları ilə birlikdə xilafətə meyyit namazı qılırdılar. Küfədə kim cadugərliyi bacarmasa, işi şuluqdur. Sən yaxşı siyasətçisən İbn Yezid. Həm də yaxşı cadugər. Hakimlik isə cadugərlikdən daha çətindir. Bəzən Musanın əsası da əlində olsa, yenə də bacarmırsan. Siyasətdə elə məsələlər var ki, onları yalnız qılıncla düzəltmək olur. Gedin, ikiniz də Məkkə səfərinə hazırlaşın. Bu dediyiniz dövlət əmridir? Necə məyər? Bilmək istəyirəm, əlbəttə bilmək istəyirəm ki, əgər xəlifənin əmridirsə, mənim gözlərim üstə, yox əgər sizin əmrinizdirsə, o zaman hara gedəcəyimizi icazə ver, özümüz təyin eləyək. Əgər sizin seçim imkanınız olsa, hara gedəcəksiniz? Məkkədən başqa hər yerə. Olmaya xəlifə bizi sizin yerinizə təyin elədiyi üçün qəmgin oldunuz. Olmaya Zübeyir övladlarının əleyhinə çıxmaq istəyirsiniz, İbn Yezid. Əsla. Biz vəzifəyə görə Zübeyir övladlarına beyyət eləməmişik. Bizi beyyət eləməyə dini vəzifəmiz məcbur elədi. Xəlifə ilə bizim yolumuz eynidir. Mənə gəlincə, siyasətdən yorulduğum üçün bir müddət dincəlmək istəyirəm. İbrahim isə bilmirəm. Mən Mədinəyə, Peyğəmbər şəhərinə gedib, bir müddət orada yaşamaq istəyirəm. Ürəyiniz necə istəyirsə.
İbn Yezid, siz hara getmək istədiyinizi müəyyən eləyəndən sonra sizin səfər tədarükünüzü görmək üçün bizə xəbər verərsiniz. Sən isə İbn Müzarib, Kufəliləri məscidə topla. Şəriət və adət ənənə üzrə hakimiyyətə Kufə məscidinin minbərindən başlamaq istəyirəm. Ey müsəlmanlar! And olsun şəriki olmayan Allaha, xoşbəxtliyiniz nifaqda deyil, ittifaqdadır. Bizim hamımızın bir Allahı, bir Peyğəmbəri, bir Quran kitabı və bir qibləsi var. Həmçinin də bir düşməni var. Bugün Kufədə Yezid və Mərvan tərəfdarlarının zalim olduğunu hesab eləməyən tayfa tapılmaz. Əgər də tapılsa çox azdılar, əllərindən nə gələr? Siz Yezid tərəfdarlarını Kufədən qovduz. Amma təhlükə bitməyib. Mərvan tərəfdarları cildində meydana çıxaraq sizə doğru gəlir. Bildiyiniz kimi Mərvan hakimiyyətə gələn kimi İbn Dələcəni bir qoşunla Hicaza və İbn Ziyadı isə digər qoşunla İraqa yola saldı. Əbdülməlik İbn Mərvan İbn Ziyada vəd verib ki, əgər Kufəni ələ keçirsən, 3 gecə gündüz Kufəlilərin namusunu sənə və qoşununa halal eləyirəm. İmdad elə ya Allah! 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 Qardaşlar, düşmənin sayı çox, tədarükü də yaxşı. Əgər dəstə-dəstə bölünüb, müxtəlif fikirlər əsasında Mərvan qoşununun qarşısına çıxsaz, qələbə çala bilməyəcəksiniz. Necə ki, tövbəkarlar məğlub olub, Eynülvərdədə həlak oldular. Allah onlara rəhmət eləsin. Hər halda, Əmir əl-Möminin məni sizin yanınıza göndərdi ki, sizlərdən bir qoşun yığım və sizin sərhədləri qoruyum. Sizdən xərac toplayıb, payınızı ayırdıqdan sonra qalanını öz razılığınız əsasında keçmiş xəlifələrin dövründə olduğu kimi əmirə göndərim. Mənə yardım eləyəni özümə dost və qardaş, fitnəkarı isə düşmən biləcəm. Üsyançı və qiyamçını sındıracaq, yoluna azanları isə zindana salacam. Bu ki, İbn Ziyadın üsulu idi, əmir. Mən hələ xütbəmi bitirməmişəm, sahib. Batil sözlər sona çatmamalıdır. İndiyə kimi dedikləriniz təkrar və ziddiyyətli sözlərdir. Bu cəmaatsa çox moizə eşidib. Onlara söz yox, əməl sahibi olan əmir lazımdır. Sahib İbn Malik kimi dindar və fəzilət sahibi olan bir şəxsin dilindən şeytanın sözlərini eşitmək çox təəccüblüdür. Əlbəttə, biz istəsəydik buna mane ola bilərdik. Mən Eynülvərdə qətilgahından gəlirəm, şeyx. Mənim şeytan dili ilə danışdığımı dediniz. Eybi yox, insanın səhv eləməyi mümkündür. Şeytan bizim hamımıza vəsvəsə eləyir. Şübhəsiz ki, əgər mən də nəfsimin şeytanını öldürsəydim, tövbəkarların cərgəsindən geri qalmazdım. İman niqabı altında gizlənərək, Peyğəmbərin minbərində əyləşən siz də şeytandan qorxmalısınız. Əlbəttə, əlbəttə. Sənin bu sözlərin haqq sözüdür, Allahın sözüdür. Sahib, dediyim bu sözlər tam doğrudur. Ürəyiniz xan nə varsa buyur, de. Canla başla dinləyərik. Ola bilsin, bütün sözlərim qulağınıza xoş gəlməyə bilər. Amma haqq söz eşitənsinizsə, onda bunun sizə xeyri dəyər. Tövbəkarlar öz dini vəzifələrinə əməl elədilər. Əgər Kufə hakimi onlara kömək eləməkdən boyun qaçırmasaydı, bugün Eynülvərdə adlanan yer tövbəkarların deyil, Mərvan qoşununun qətilgahı olacaqdı. Əgər İbn Yezid kömək eləməyə imkanı olduğu halda köməkdən boyun qaçırıbsa, Allah onun günahından keçməsin. İbn Yezid kömək eləmədi, çünki Zübeyir övladları Şiyənin Kufədə azad olmasını və güclü olmasını istəmir.
Şiələri dəstələrə bölüb Mərvan qoşunu ilə döyüşə göndərmək və bununla onları zəiflədərək tamamilə məhv eləmək istəyir. Bu cür yanlış sözlərinlə razılaşmıram, sahib. Əgər xütbəmə yaxşı-yaxşı qulaq astınsa, mən söylədim ki, biz hamımız birlikdə döyüşməliyik. Dəstə-dəstə və öz başına deyil. Tövbəkarlar Eynülvərdəyə getməsəydilər, Zübeyir övladları onları niyə getmirsiniz deyə qılıncla məcbur edəcəkdilər? Bu necə fitnəkar sözlərdir, sahib? Məqsədi iki tirəlik olan şəxsə Allah lənət eləsin. Amin ya Rəbbəl aləmin. Əgər siz döyüşmək fikrindəsinizsə, döyüş əmri verib, qoşun hazırlayın. Şiələr də sizin arxanızdadır. Xeyr, nə arxada, nə öndə. Bədminliyi kənara qoyub, hamımız çiyin-çiyinə cihada qalxmalıyıq. Vəziyyət düşündüyümüzdən də mürəkkəbdir. Cəmaatın gözü qabağında xəlifəyə hörmətsizlik eləmək, Zübeyir övladlarını küfədən qovmaq deməkdir. İbn Yezid hakimlik eləməyib ki, oyun oynayıb. Körpə uşaq kimi hakimiyyət oyunu oynayıb. Cəsarətimə görə üzr istəyirəm. Küfəllər xoşuz görsələr belimizə minəcəklər. Siz həddindən artıq səbr və təmkin göstərirsiniz. Qanım çox qaradır. Sən də biraz qanımı qaraltmayı yaz. Siyasətdə bəzən bir təbəssüm belə bir ordu qədər qiymətlidir. Gülməyə məcbur idim. Gülməsəydim vəziyyəti düzgün təhlil edə bilməyəcəkdim. Sahib Muxtarın yaxın adamlarından biridir. Deməli, bunların arxasında Muxtarın özü dayanır. Muxtar azad edilməməlidir. Məndə olan dəqiq məlumatlara görə o azadlığa çıxan kimi şiə rəhbərləri ilə görüşərək gizlicə onlardan beyət alıb. Muxtarı zindana salmaq səhv addım idi. Azad eləməksə ondan da böyük səhv idi. Allah öldürsün İbn Yezidi, Muxtar Səqəfini boş yerə qəhrəmana çevirdi. Bugün sən və Düldül özünüzə bənzəmirsiniz. Nə olur Muxtar? Bilmirəm. Bu dilsiz heyvan nəsə çox narahatdır. Artıq Ümrə sənə yad olur? Başa düşmədim. Sən məndən nə gizlədirsən Muxtar? Mən gizlədəsi olsam özündən küsərsən. Sən ki belə deyildin Ümrə. Bu nə yersiz suizəndir? Yersiz suizəndir? Sən olmayanda mən Muxtarın halını Düldülün halından anlardım. Sənin başına bir iş gələndə və ya ürəyin sıxılanda bu dilsiz heyvan yerində qərar tutmurdu. Sanki Düldülün ruhunu Muxtarın ruhuna düyünləmişdilər. Şişirdirsən Ümrə. Yəqin bu heyvanın bir dərdi var. Heyf ki danışmağa dili yoxdur. Səninki dilin var, elə isə əvəzinə danış. Əl çək Ümrə. El eləmə ki, cahil ərəblər kimi qadınların ağlı topuğunda olur. Düşüncəsi ilə yaşayayım, əsəbləşdirmə məni. Nəhayət Muxtarın niqabı düşdü və cahil ərəblərdən olduğu məlum oldu. O zaman Ümrəni diri-diri qəbrə qoymaqla fəxrlə əcdadlarının varisi ol. Bir ömür mübarizədən sonra bunu mu söyləyəcəkdi Muxtar? Ümrə, məni özümdən çıxartma. Çox yaxşı. Bundan sonra Ümrə adlı sirdaşın yoxdur. Məni təhdid eləyirsən? Ümrə və təhdid? Atam köfə hakimi olan zaman təhdidimin təsiri ola-ola təhdid eləmədimsə, indi atam hakimiyyətini itirəndən sonra təhdid eləyəcəm? Bir də ki, təhdidin Muxtar kimi qüdrətli bir şəxsi niyə qorxutmalıdır ki? Deyəsən özündə deyilsən. Hə? Ay bərəkəllah. Yaxşı ki, başa düşə bildin.
kişi işidir, ver mənə. Zərbə hardadır? Yalançının fikri dağınıq olar. Məyər zərbini özü növbəyə göndərmədin? Yadından çıxıb? Ver mənə, bugün əsəblərin yerində deyil. Sən həmişəki muxtar deyilsən. Ləfəqaya gələn gündən səni həmişə narahat və nigaran görmüşəm. Hey soruşmaq istəsəm də, lakin bunu eləyə bilməmişəm. Amma bugün dəryaya baş vurub anladım ki, dəniz necə də təlatümlüdür. Bizim aramızda bu qədər məsafə olduğunu bilməmişdim. Öz halıma acıyıram, muxtar. Mən bu hörmətsizliyə layiq deyiləm. Səhv eləyirsən, dəli. Mən indiyə qədər səndən heç nə gizlətmədim. Bundan sonra da gizlətməyəcəm. Bu bir neçə günü narahat olmağımın, nigarançılıq keçirməyimin səbəbi isə qorxmağımdır. Danışmadım, çünki istəmədim ki, Ümrə muxtarın qorxduğunu hiss eləsin. Nədən qorxursan ki? Məkkə xəbərlərindən. Məhəmməd Hənəfiyyə məni təsdiqləməsə, dostlarım məni tərk eləyəcəklər. Niyə təsdiqləməsin ki? Axı sənə hökmü yazılı halda verib. Mənə bu hökmü verdiyi zaman Eynülvərdə döyüşü baş verməmişdi. Qorxuram ki, Məhəmməd Hənəfiyyə Eynülvərdə qırğınının təsir altına düşsün. Süleymanın yanında olmadığım üçün məni dəstəkləməkdən vaz keçsin. Elə bu? Elə bu. De Ümrənin canı üçün. Ümrənin canı üçün. Deyəsən Hürrə ağlayır. Nə qədər ki bir şey sındırmayıb gedin. Xoş gördük. Xoş gəlmisiniz. Xoş gördük sizləri. Xoş gəlib, səfa gətirmisiniz. Xoş gördük. Xoş gəlmisiniz. Ya Allah. Buyurun görək. Cənab Hənəfiyyə, biz şəhəri vəzifəmizi öyrənməyə gəlmişik. Hansı şəri vəzifəni müsəlman? Yəqin ki, Muxtar Səqəfini tanımamış olmazsınız. Bəli. Muxtar bizim şiyələrdəndir. Atam əlini sevənlərdəndir. Vəziyyəti necədir? Salam duası var. Onun iddia elədiyinə görə siz onu Küfəyə qiyam eləmək üçün göndərmişsiniz. Əgər onun bu iddiası doğrudursa, onda İraq şiyələri bir nəfər kimi ona beyyət eləyib, ayağa qalxa bilərlər. Deyin, siz ona belə bir ixtiyar vermisinizmi? Muxtar həqiqətən sizin köməkçi və inandığınız şəxsdir? Bu necə sualdır müsəlman? Bəyəm Allah rəhmətinə qovuşmuş, Süleyman ibn Surət Xuzai qiyam edərkən kimsə ona belə bir hökm vermişdi. Qardaşımın qatilləri ilə döyüşmək bir şər'i vəzifədir. Bu şər'i vəzifə mənlə İmam Səccadın boynundan götürülüb. Deməli, mənim bu gün vurmuş başım düzgün başa düşdüsə, Muxtar həm yalancıdır, həm də saxtakardır. O, sizin imzanız və möhrünüzlə təsdiqlənmiş hökmə əsasən
müqəddəs qiyam məsələsində özünü sizin mötəbər nümayəndəniz adlandırıb. Əgər siz ona belə bir hökm verməmisinizsə, şübhəsiz ki, sizin möhür və dəsti xəttinizi saxtalaşdırıb. İlahi, sən bağışlayan və mehribansan. Sən gizli sirlərdən xəbərdarsan. Odur ki, özün bildiyin kimi et. İlahi, amin. Muxtar mənim adım və möhürümlə sizi nəyə dəvət edib? Qiyama, qisas almağa, şəhid qardaşınız Hüseynin qatillərindən gec də olsa, intiqam almağa. Ona yardım edin ki, Allah da sizə yardım etsin. İlahi şükür sənə. İlahi şükür sənə. İraqdan Mədinəyə qədər, Mədinədən Məkkəyə qədər Muxtarın sözlərinin doğru olduğuna şübhə elədim. Nə gizlədim? Qorxurdum ki, o yalançı çıxar. Amma sizin bu qərarınızdan sonra bütün İraq şiyələri Muxtarla çiyin-çiyinə qiyama qalxacaqlar. Və Xatəmül Ənbiyanın minbərini zəbt eləmiş o murdar meymunları minbərdən aşağı salacaq. Cəhənnəmə vasil eləyib pak və məzlum əhl-i beytin qisasını alacaqlar. Yavaş danış, ay müsəlman. Bura Məkkədir. Zübeyir evlatlarının əhatəsindəyik. Allah onların zülm evini viran qoysun. Amin. Ya Rəbbəl aləmin. İlahi, amin. Ya Ghaffar! Ya Ghaffar! Ya Ghaffar! Əbdülrahman, niyə Məhəmməd Hənəfiyyə açıq-aşkar Muxtara belə bir hökm verdiyini söyləmədi? Təqiyyə. Bugün əl övladları əvvəlkindən də məzlumdular. Bu ailə meymunların mühasirəsində əsir qalıb. Meymun və Peyğəmbər minbəri məsələsi nə deməkdir? Peyğəmbər salavatullah öz mübarək yuxusunda meymunların onun minbəri ilə üzü yuxarı dırmaşdığını görmüşdü. Allah and olsun ki, yuxusunun yozma ilə birbaşa bu günə aiddir. Amma Allah qoysa, bu mühasirə tezliklə Muxtarın və bizim köməyimizlə aradan qalxacaq. Niyyət edin qardaşlar, təvafa niyyət edin və Muxtara qarşı olan şəkkimizə görə Allahdan bağışlanmağımızı istəyin. Muxtarın sözləri doğruymuş qardaşlar. Yenə Küfə əmri dəyişən kimi Muxtar işə düşdü. Nə üçün gəlmisən? Küfə əmri tərəfindən sənə xəbər gətirmişəm. Eşidirəm. Səndən əmrə elə xəbər çatdırıblar ki, sanki evində Şam ordusunu gizlətmisən. Mənim qoşunum gözə görünməzdi, Zahidi. Lazım olan vaxtda qoşuna görünməyi tapşırmışam. Əmirdən nə xəbər var? Hə, xəbər. Əmir xəbər göndərdi ki, Muxtar dostluq haqqını yerinə yetirib bizlə görüşə gəlmək istəmir. Məkkədə dostluq bağları qırılsa da, amma İbn-i Müt'i Küfədə qonaqdır. Biz isə ev yiyəsiyik.
Qulu! Ay qulu! Bəli, ağam. Atımı yəhərlə. Oldu. Qurandan bir ayə yadıma düşdü. Yadına sal ki, bir zaman kafirlər səni həbs eləmək, ya öldürmək, yaxud da çıxarıb qovmaq üçün sənə qarşı hiylə qururdular. Allah da tədbir tökdü. Allah tədbir tökənlərin ən yaxşısıdır. Üşüdüm, titrətdim. Mənə soyuqdur. Qulu! Nə oldu sənə, Muxtar? Bir şey yoxdur. Bir müddətdir ki, ara sıra titrədirəm. Soyuqdur, titrədirəm. Soyuqdur. Qulu! Qulu! Sənə nə olub, ağam? Ağam? Əbana, yorğanı mənə gətir. Baş üstə. Dayıdı. Məni bağışla. Üşütmə, titrətmə kəsilən kimi əmrin yanına gedəcəm. Deməli bir ayə oxumaqla onu başa saldın? Başa düşmədim. Əgər ayəni oxumasaydın, gələcəkdi. Özün görmədin ki, vəziyyəti birdən-birə pisləşdi, hə? Əlbəttə, Muxtar gözümə cənazə kimi görsəndi. Qorxma, Zahidi, mən də Muxtarın tərəfdarıyam. Məndən arxayın ol, əmirə heç nə demərəm. Sən də Muxtarın tərəfdarısan? Qalibiyyət Muxtarlandı, Zahidi. Necə yəni? Muxtar indiyə qədər Kufəyə gələn əmirlərin hamısından ağıllıdır. Amma onunla düşmənçilik eləyib onu öldürmək istəsələr də, amma bunu bacarmadılar. Mən Muxtarın tezliklə Kufəni ələ keçirəcəyinə inanıram. Belə getsə əlbəttə. Sizin kimi gizli tərəfdarı olduğu təqdirdə mütləq qələbə onundur. Deyəsən sən də onun gizli tərəfdarlarındansan. Qəflətən titrəməyə başladı. Rəngi sapsarı oldu. Əlbəttə, zindanda da ara-sıra belə şeylər olurdu, amma... Deyəsən, naməlum xəstəlikdən əziyyət çəkir. Amma kürəyini heç cür yerə vurmaq istəmir. Muxtarın oyunu bitdi, əmir. Muxtarın xəstəliyi yoxdur, Zahidi. Qeybdən gələn titrəmə və qızdırma isə onun hiləsi idi. O səni aldatmaq istəyirdi. Bunu da bacardı. Əgər gizli tərəfdarlarının olduğunu söyləyirsə, o zaman nəyə görə hilə işlətsin ki, əmir? Muxtarın hiləgər olduğunu bilirəm, amma bu dəfə o həqiqətən xəstədir. Məyər hiləgərliklə rəngi sapsarı eləmək mümkündür? Titrəməsinin yalan olduğuna inanmaq olar, amma üzünün rənginin dəyişməsinə əsla. Çox yaxşı. Əgər Zahidi Muxtarın xəstə olduğunu söyləyirsə, deməli o həqiqətən xəstəymiş. Gedə bilərsiz. Deyəsən, Muxtarla dostluğumuza kölgə düşüb. Tora düşmədi. Muxtara qarşı nə tədbiriniz var, əmir? Muxtar sövdələşməyi bacaran insandır. Əgər boynu sınmış İbni Yezid onun qiymətini qaldırmasaydı, ondan yaxşıca sövdələşmək olardı. Muxtar tufan artıq əsməyə başlayıb, əmir. O özünü Kufədə şiyələrin rəhbəri hesab eləyir. Yeganə rəqibi olan Süleyman öldürüldü. Mənim bildiyim qədər Kufədə olan bütün şiyə qəbilələri onun tabeliyindədir. Kaş onun üçün bir rəqib yarada biləydik. Sən bütün şiyə qəbilələrinin Muxtarın tabiçiliyində olmasına əminsən? Bəli, əmir. Bir-iki qəbilədən başqa hamı Muxtara tabedir. Həmin bir-iki qəbilə hansılardır? Qəbilənin biri Nəxəyi, digəri isə Əbdürrəhman Xami qəbiləsidir. Nəxəyi qəbiləsinin başçısı kimdir? İbrahim İbn Malik Əşdər.
Film